Bu 4 oyun elə oyundur ki, burada Fransa ilə 2 oyun var. Səfərdə Ukrayna ilə qarşılaşmalıyıq. Artıq onlar da bizimlə xal itirib çox əsəbidirlər. Bizə qarşı xüsusi motivasiya ilə oynayacaqlar. Yəni kim gəlib bu birliyi ilə qeyri-adi eləyə bilər ki? Və hörmətsizliyi ondadır ki, Ayxan Abbasov özü də ötən gün Şamaxının oyunundan sonra mətbuat konfransında bu məsələyə toxunub, öz mövqeyini ortaya qoyub, buna görə alqışlayıram Ayxan Abbasovu. Bəli, Azərbaycanlı mütəxəssislər belə olmalıdır. Sözünü deməyə bacarmalıdırlar, fikirlərini ortaya qoymağı mütləq lazım bilməlidirlər. Ayxan Abbasov deyib ki, əgər belə bir təklif gəlsə, müzakirə eləmək olar. Müzakirə aparmaq mütləq lazım. Çünki bu 4 oyun bir baş məşqçi üçün bəlkə növbəti seçmə mərhələləri Millətlər Liqasına hazırlıq xarakteri daşıya bilər. İndi mən biraz sadə dildə izah edeyim nə demək istəyirlər. Deyirlər ki, gəlsin Fransa ilə oyunlara, o tankın altına Ayxan Abbasov verək yalın əllə. Orada çıxsın, bəlkə də acı məğlubiyyətlər alsın. Ondan sonra Millətlər Liqasında kimsə hazıra nazir gəlsin 30 millinin başında, o San Marino'dur, Farer'dir, o yığmalarla gəlsin, rahat məşqçilik eləsin. Bu nə qədər ədalətlidir, bu nə qədər ümumiyyətlə hörmətli təklifdir. Kimi qoyursa federasiya yerli məşqçi olmalıdır bir mənalı şəkildə, amma hansı yerli məşqçini qoyursa, indidən gəlib millinin başında olmalıdır. Həm Fransa ilə oyunlarda millini meydana çıxarmalıdır. Və yenə deyirəm, heç bir gözlənti qoymaq olmaz həmin oyun. Maksimum bacardığımız qədər Urvatda oynamaq tapşırıq qoyula bilər. Sonradan Millətlər Liqasında oynamalıdır. Əgər Ayxan Abbasov saxlanacaqsa, mən düşünürəm ki, ona 2 üstəgəl 1 formatında 3 illik müqavilə təklif olunmalıdır. Yəni, bu seçmə mərhələni sona çatdırır, bacardığı kimi. Burada heç bir tapşırıq qoymaq olmaz. Nəinki Ayxan, heç Jurgen Klopp gəlsə belə, sən onun qabağında Fransa ilə bu oyunlarda tapşırıq qoya bilməzsin. Dediyim kimi, Urvatda oyun bu qədər maksimum. Bu oyunlar bitər, seçmə mərhələ. Ayxan Abbasov Millətlər Liqasında da komandanı meydana çıxarar. Orada da bəli, belə bənd olmalıdır. Əgər Millətlər Liqasında Ayxan Abbasov komandanı yenidən C diviziyonuna qaytarırsa, avtomatik daha 1 il müqavilə uzanır. Seçmə mərhələyə hazırlayır komanda. Orada da real biz gərək tələblər qoyaq. Çünki bugün baxırsan Fernando Santos gələndə deyirdi ki, mən komandanı Avro 2028-ə çıxarmaq üçün mübarizə aparacağam. 11 oyun olub 9-unda məğlubiyyət yaşamış adamdır. Adama deyərlər Avro 2028-dən danışmaqdansa heç olmasa bizə bir 2-3 qələbə qazandırardın. Buna görə minnətdar olardıq. Yəni